Salam hörmətli YouTube kanalımızın izləyiciləri. Tərəfimizdən gördüyünüz kimi bax bu mansardın izolyasiya işləri icra olunacaq. Mərtəbə arası, yox bu mən maşınımındır. Maşınımdır. Bunu niyə gətirib qoyurlar, maraqlıdır. Mən yata dedim ya bu garajda. Mərtəbə arası səs və istilik üçün nəzərdə tutulan izover Rusiya istehsalı qalınlığı 20 sm tərəfimizdən işlənəcək. İndi isə keçək içəri ilə sizi tanış edək. Hazırda izolyasiya işlərini icra etdiyimiz mənzil 2 mərtəbədən ibarətdir. Nəzərə alsaq ki, birinci mərtəbə arası gördüyünüz kimi məhsulumuz vasitəsilə istifadə olunacaq. Beton hissələri yox, məhz istilik və səs üçün nəzərdə tutulan məhsuldur. İndi inşallah işlərimiz davam edəcək. Növbəti videolarımızda bu barədə sizə geniş və ətraflı məlumat verəcək. İkinci isə gördüyünüz kimi mansard poliuretan izolyasiya tətbiq olunacaq. Nəzərə alsaq ki, bu da qeyri-standart forma olduğu üçün məhz bunun alternativ yolu poliuretan püskürtmə izolyasiyadır. Bununla da bağlı bizim səhifəmizdə geniş və izahlı məlumat vermişik. İnşallah növbəti zənglər imkan versə. Növbəti işlərdə görüşmək ümidi ilə 114 izolyasiya qrupu Xaçmazda.